Necə sevək Əhl-i Beyti ki, o məhəbbət bizi dəyişdirsin. Dəyişək, çevrilək olaq hür. Gedib onun qaynağını axtarmaq lazımdır ki, hürrün məhəbbətinin mənim məhəbbətimlə nə fərqi var idi ki, onu çevirdi, apardı, qovuşdurdu İmam Hüseyin ağaya. Mənim məhəbbətimi qovuşdurmur. O Hüseyni oldu, mən Hüseyni ola bilmirəm. Bu 5-10 gün aldatmasın bizi. Bu 10 günlük qutaracaq, yaddan çıxacaq hər şey. Məhərrəm səfər çıxacaq, hər şey yaddan çıxacaq. Necə eləyim ki, bu Məhərrəm səfərdən necə bəhrələnim ki, il boyu Hüseyni olum? Bu 10 günlükdə olan halım var. Heç olmasa ən minimum, ən aşağısı, heç olmasa bu 10 günlükdə olduğum kimi il boyu ola bilim. Bunun üçün neçə dənə şərtlər var, şərait düzəlməlidir. Ki, onlar hədislərdən çıxartmışam o şərtləri ki, Əhl-i Beyt bizim üçün bəzi hədislərdə onun şərtlərini göstərir. Biri budur ki, deyiblər ki, gərək bu məhəbbət Allaha görə olsun. Əhl-i Beyti çox sevəsən, amma Allaha görə sevəsən. İmam Sadiq əleyhissalam buyurur, mən əhəbbənə lillah, nəfəəhullah bizalik. Hər kəs bizi Allaha görə sevsə, bu məhəbbət ona fayda verəcək. Mənfəəti var bu məhəbbətin. Hər məhəbbət mənfəətli deyil, ha? Hər kəs Allah üçün sevsə. Bir dəstə gəldi İmam Hüseyin ağanın yanına. Dedilər ki, biz gəlirdik yolda bir yerə çatanda bölündük, 2 dəstə olduq. Əvvəldə bir dəstə gəlirdi. Sonra bölündü 2 dəstəyə oldu. Bir dəstəmiz getdi Muaviyyənin yanına, bir dəstəmiz də gəldi sənin yanıma. İmam buyurdu, hər kəs bizi Allaha görə çox istəsə, Allaha görə çox istəsə, sevsə, cənnətdə bizlə bir yerdədir. Cənnətdə bizlə bir yerdədir. Amma şərti var. Əhəbbənə lillah. Allah üçün sevəsən. Əhl-i Beytə olan məhəbbət Allah üçün olmayanda təsir qoymur insana. Biri ağlayır, o başqası baxır deyə ağlayır. Biri ağlayır, birinin səsindən təsirlənib ağlayır. Biri nə bilim bir iş görür bir başqa niyyətə görə. Biri ümumiyyətlə Əhl-i Beytdən danışır, amma Allah üçün danışmır. İndi Əhl-i Beyt əlinə vasitə düşüb də hörmətli olur. Allahın məhəbbət insanı dəyişdirir, çevirir. Hədisdə var, buyurur İmam, öz dünyasından ötürü İmam Zamanın intizarını çəkənlər bizdən deyil. Məlum olur, İmamın da intizarını dünyadan ötürü çəkmək olurmuş. Kufə cəmaatı İmam Hüseyin ağanı sevirdilər də. Sevməsəydilər, niyə məktub yazıb çağırırlar onu? Kufə sevirdi İmam Hüseyin ağanı. Onlara heç kim məcbur eləməmişdi ki, bu 12 min, ya indi bəzi tarix 18 mindir, hər halda. Bu 12 min dənə məktubu onları kim qılınc altında məcburiyyətlə yazdı. Onlar öz istəkləri ilə yazıb İmam Hüseyin ağanı dəvət eləmişdilər. Problemləri bir nə idi? İmam Hüseyin ağanı Allah üçün istəmirdilər. Özləri üçün istəyirdilər. Bir mövcud şərait var idi. Ondan bezmişdilər, yorulmuşdular, onu istəmirdilər. Dedilər, Hüseyin, gəl sənə beyyət eləyək. Sənə ləbbeyk deyək. İstəyirlər İmam Hüseyin ağa gəlsin, bunların güzaranları, yaşayışları düzəlsin. Ona görə də yarı yolda qoydular. Çünki güzaranının düzəlməyini istəyir. Bir başqası çıxsa, ondan da yaxşı vədlər versə, güzaranınızı düzəldəcəm, pul istəyirsiniz, pul verim, başqa şey, nə istəyirsiniz? Güzaranınızda nə probleminiz var? Onu həll edin. Bir başqası da çıxdı, ondan bəlkə yaxşı təklif elədi, ya aldatdı. Hüseynin verir də burada hazır. Həkəm İbn Uteybə deyir, biz İmam Baqir əleyhissalamın yanında oturmuşduq, əyləşmişdi. Bir nəfər yaşlı bir kişi daxil oldu içəri. Sadə bir adam. Bizim mənəvi xəstəliklərimizdən biri budur ki, biz ancaq rəsmi bir şeylər gözləyirik.
Nə bilim filan kəs budur, filan kəsin adı budur, şöhrəti budur, şanı budur. Bəzən o qədər qafil olmuşuq o şöhrətli insanlarda ki, o sadə möminlər gözümüzə görsənmir. Qiyamət günü bəlli olacaq ki, kim imiş. Sadə bir nəfər deyir, daxil oldu İmam Baqir ağanın yanına. Gəldi imama salam verdi. Dedi ki, ağa, olar ki, mən öz əqidəmi deyim, siz qulaq asasınız. Baxın, görün, mənim əqidəm düzdür ya yox. Nə gözəl olardı, insan İmam zamanını görəydi. Deyəydi ki, ağacan, olar mən öz əqidəmi deyim, sən bax gör, mənim əqidəm düzdür ya yox. Gəlib öz zamanı imamını onu deyir. Heç bir cümə günü, görürsən, yadımıza düşür ki, oturaq deyək, ya Əba Salih, o mənim əqidəm budur. Bir əqidəmizi imama təqdim edirik görəsən. İmam dedi, buyur. Dedi, uhibbukum və uhibbu mən yuhibbukum. Mən sizi çox istəyirəm. Və hər kəs ki, sizi çox istəyir, onu da çox istəyirəm. Meyar göstərir insana, meyar. Dostla düşməni tanımağın yolunu göstərir. Seçməyin yolunu göstərir. Hüseyni çox istəyirəm və Hüseyni sevəni də çox istəyirəm. Dostla düşməni seçməyin sadə yoludur. Arxasıca burada vəla uhibbukum lid-dunya. Ağacan, mən dünya üçün sevmirəm ha sizi. Mənim bu qəlbimdəki məhəbbət dünyaya görədir. Mən sizi çox istəyirəm ona görə ki, siz Babullahsınız. Siz Allah qapısısınız. Mən başa düşmüşəm ki, Allaha gedib çatmaq üçün mütləq sizin qapınızdan keçib getmək lazımdır. Allah qapısı olduğuma görə səni çox istəyirəm. Bu bir. İkincisi də burada Yəbnə Rasulullah. Sizin haram bildiyinizi haram bilirəm. Halal bildiyinizi də halal bilirəm. Gör, nə qədər sadə. Dərin fəlsəfə açmaq lazımdır. Böyle sadədir məsələ. Siz nəyi haram demişsiniz, onu haram bilirəm. Nəyi halal demişsiniz, onu haram bilirəm. Arxası gör nə baş verir. Həkəm İbn Teymiyyə deyir, bu kişi bu cümləni dedi. Allah, o xoş olsun bəzi insanların halına. Deyir, İmam Baqir əleyhissalam dedi ki, olar ki, biraz yaxına gələsən, mənim yanıma gələsən. İmam onu çağırır yanına. Olar mənim yanıma gələsən. Deyir, bu kişi yaxınlaşdı ora. İmam dedi ki, qəlbin rahat olsun. Aram ol. Niyə ağacan? Dedi, sən can verən vaxtı babam əlini başımın üstündə görəcəksən. Sənin əqidən budur. Babam əlini başımın üstündə görəcəksən. İmam Həsənlə İmam Hüseyni başımın üstündə görəcəksən. Ağa, nə qədər sadəymiş İmam Hüseynə çatmaq. Dedi, bəsdir. Dedi, bəli ağa. İmam dedi, qoy bir dənə də deyim sən üçün. Bir dənə də müjdə verim. O nədir? Dedi, gələcəklər ölüm mələyinə göstəriş verəcəklər, sənlə mehriban rəftar edəsin. Bu da bəsdir. Sonra nə olacaq? İmam buyurdu, qiyamət günü də cənnətə gedəndə cənnətdə bizlə bir yerdə olacaqsan. Deyir, bunları dedi İmam Baqir, o kişi ki elə buna qulaq asırdı, elə ağlayırdı. İmam Baqir deyirdi, kişi ağlayırdı. Gözünün yaşı töküldü üzünə. Dedi ki, ağa, olar bir dənə də şey xahiş edim. Dedi, nədir? Dedi, olar ki, bu dediklərimi bir də təkrar eləyəsən. Mən bir də eşitmək istəyirəm bunları. Deyir, İmam bir də təkrar elədi. Deyir, o kişi dedi, bir dənə də xahişim var. İmam dedi, nədir? Dedi, olar ki, əlvi götürüm qoyum sinəmin üstünə, ürəyimin üstünə. Deyir, götürdü İmam Baqirin əlini qoydu sinəsinə. O sinə hara çatar görəsən ha? Bir əl ki, imamın əli ki, gələ insan sinəsinə dəyə, o sinə nə olar görəsən? Ondan sonra deyir, imamın əlini sürtdü üzünə, üzünü çevirdi, çıxdı, getdi. Həkəm İbn Teymiyyə deyir, məclisdə nə qədər adam var etsə, hamısı ağlayırdılar.